Pul lazım olduqda bir çoxumuz kredit üçün banka müraciət edirik. Lakin bəzi ödənişlərdə gecikmələr yaranır və bu da müxtəlif mübahisələrə səbəb olur. Kredit borcuna görə bankın vətəndaşın qohumları ilə əlaqə saxlaması ən çox müzakirə olunan məsələlərdən biridir. Bəs bankın belə bir addım atması qanunidirmi? Yani 10 gün gecikmeye göre her şey olabilir de hayatta insan halıdır. Tabii ki o düzgün değil bence. Bir de uzak qohuma zəng, yani oğluna zəng el, yoldaşına zəng, bacısına zəng eləyə bilər. Amma yani böyle uzak qohuma məncə yaxşı olmaz məncə. Məncə də düz deyil, qohum yığılmamalıdır. Zamin kimdirsə ona yığılmalıdır. O tapılmasa dəvcü bilmirəm ondan sonra nə olur. Təbii ki, yəni hər halda zaminin üstünə düşür də. Qohum amma düzdür məncə də. Yəni qohum əgər zamin durmursa nəyə görə narahat olmalıdır? Bəzi vətəndaşlar kredit gecikməsi zamanı bank əməkdaşlarının qohumlarla əlaqə saxlanılmasını normal qarşıladıqlarını desələr də, digərləri bunu şəxsi məlumatların paylaşılması və narahatlıq yaradılması kimi qiymətləndirir. Ailə üzvlərinə demək problem deyil. Amma qohumlara demək ki, mənim üçün yaxşı deyil. Məncə qanunsuzdur. Əgər qanunu o vaxt ola bilər ki, mən bir müddət onların zəngini açmaram, məndən xəbər almazlar. Onda bəlkə qanunu saymaq olar, amma belə bir gün, 2 gün içərisində yığmaqları məncə qanunsuzdur. Zəng olunmalıdır. Yəqin mənə zəng çatmır, o da məcburdur. Qohumun nömrəsi oradadır, ora zəng eləsin. Yəni başınıza gəlib belə bir? Yox, mənim başıma gəlməyib, amma belə baxanda əlbəttə eşitmişəm. Düzgündür də, niyə bank nə eləməlidir? Yəni veribdir. Xəbər olmalıdır, bəlkə rəhmətəcəkdir, baxır ki, bir xəbər çıxsın. Qeyd edək ki, bank və müştəri arasında yaranan münasibətlər qanunvericilik və müqavilə şərtləri əsasında tənzimlənir. Bu səbəbdən kredit rəsmiləşdirilərkən təqdim olunan məlumatlar və əlaqə vasitələri sonradan mühüm rol oynaya bilər. Bəs bankların müştərinin yaxınları ilə əlaqə saxlanması hansı hallarda mümkündür? Kreditin gecikdirilməsi halında bank olmayan kredit təşkilatları və banklar tərəfindən həmin şəxslərə zənglər olunur və ödənişin həyata keçirilməsi tələb olunur. Bu, əlbəttə ki, siyahıda göstərilən şəxslərdən kənara çıxılması qanunvericiliyin tələbinə tam da uyğun deyil. Çünki kredit götürən şəxs iradə ifadəsini ortaya qoyaraq kredit müqaviləsi bağlayır və zaminini təyin eləyir, müəyyən eləyir, təqdim eləyir. Əlbəttə ki, həmin zənglər müqavilədə göstərilən şəxslərdən başqa digər şəxslərə zəng vurulması qanunvericisi nəzərdə tutulmayıb.